Bir ayda rusca öyrənməyə çalışırıq. Artıq 5-ci günümüzdəyik və bu gün var deməyi öyrənirik. Bunun üçün у меня есть, mənim var və yaxud da məndə var, yerinə görə istifadə oluna bilər. Məsələn deyirəm, у меня есть книга, kitabım var və yaxud da у меня есть часы, saatım var və yaxud da у меня есть ключ, açar var. Bu şəkildə istifadə edirik. Və yaxud da ki, deyirəm məsələn, у тебя есть, sənin var, məsələn deyirəm, у тебя есть время, vaxtın var və yaxud da у тебя есть книга, kitabın var və yaxud da у тебя есть kompüter, kompüterin var. У тебя есть telefon, telefonun var. Bu şəkildə istədiyimiz şeyi soruşa bilərik. Və yaxud da у него есть, onun var, yəni oğlanın var. Məsələn deyirəm, у него есть машина, onun maşını var. Və yaxud da deyirəm ki, onun bahalı maşını var. Sifətləri də öyrənmişdik. У него есть дорогая машина, onun bahalı maşını var. Və yaxud da у нее есть, yəni qızın var. Məsələn deyirəm, у нее есть sumka, onun çantası var. İstəsək sifət də qoya bilərik. У нее есть дорогая sumka, onun bahalı çantası var. Bu şəkildə istədiyimiz şeyi bura əlavə edə bilərik. Hətta belə deyək, у нас есть, bizim var. Məsələn deyirəm, у нас есть хорошие друзья. Bizim yaxşı dostlarımız var. Cəmdə bu istisna kimi vermişdim ən axırda, izləmişsinizsə. Və yaxud da у вас есть, sizin var. У вас есть dела, işləriniz var. Rabotadan fərqi odur ki, yəni rabota hər hansı bir yerdə işləyirsən, ofisdə, zavodda, dila belədir. Şəhərə çıxırsan, banka gedəcəksən, apteka gedəcəksən, yəni bu qəbildən olan işlər üçün istifadə olunur. O как dela deyirik, oradakı diladır. У них есть, onların var. Məsələn deyirik, у них есть большой магазин в центре. Onların şəhərin mərkəzdə böyük mağazaları var. Bu şəkildə istifadə edə bilirik.